içməli su sürətlə ətrafa yayılır. İndi partladı. Su dolu bu evlərə. Paytaxtın Yasamal rayonu Parlament prospekti 4 ünvanında yaşayış binasının həyətində su xəttində qəza baş verib. Hazırda içməli su sürətlə ətrafa yayılır. İndi partladı. Bu evlərə gedən su xəttidir. Əhaliyə gedən su xəttidir, bəli. Hazırda sizdə suyun verilişində. Bizə var, su var. Bu qəza çoxdan baş verib burada. 2 saat olar. Qəza səbəbindən axan su bütün ətrafa yayılıb. Hətta elə fərdi yaşayış evləri var ki, onlara girməyə belə çətinləşib. Burada su sızmasalar olur, sızmalar olur. Yəni bu ilk dəfə deyil də, hə? Bu bir neçə dəfə olub. Bəli, düzəldirlər, yenə də eyni maşınlar onun üstündə hərəkət edəndə oradan yenə partlayış olur. Yaşayış var hazırda. Əlbəttə yaşayış var orada. Orada da indi hal-hazırda su dolu bu evlərə. Heç oradan çıxmaq mümkün deyil axı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları ərazidədir, hadisə yerə gəliblər. Amma görünən odur ki, onların su ilə mübarizəsi bir nəticə vermir və su axmağa davam edir.